Uşaqlıq boynunda ektopiyan var, yandıraq ya yox? Hər pasientdə uşaqlıq boynunda ektopiyanı invaziv yandırılma və yaxud da ki, konizasiya, lipkonizasiya icra etmirik. Hansı durumlarda mən özümdə uşaqlıq boynunda ektopiyanı aradan götürmək istəyirəm? Məsəl üçün, bir misal, bir pasientim var, uşaqlıq boynunda geniş sahədə ektopiya, açıqda ağ sahə, ektopiya, mozaika və yanaşı 2 tip HPV, ən yüksək onkogen tip 16 və 18-in daşıyıcısıdır. Təbii ki, biz uşaqlıq boyunda gördüyümüz fəsadlar virusa bağlıdır. Amma ektopiya, yəni dolayısıyla el arasında eroziya dediyimiz məhz həmin o virusun sanki giriş qapısıdır. Çünki ektopiya olan xəstələrdə virusdan daha çox fəsad aldığını görürəm. Və bu durumda biz əlbəttə ki, mütləq olaraq sitoloji yaxma, kolposkopiya və həmin qeyd etdiyimiz xəstədə həmin sahələrdən histoloji material aldıq, eyni zamanda həmin sahələri lazer vaporizasiya ilə aradan götürdük.